opera studiyasında, yəni o məkanda ki, orada həmişə çox maraqlı tədbirlər həyata keçirilir. Möhtəşəm bir tamaşanın şahidi olduq. Həmid səninlə bir yerdə iştirak etdik. Söhbət Cavidə həsr olunmuş Yalnız Mədəniyyət adlı musiqili tamaşasından gedirdi. Yəni burada həm tamaşa idi, həm də musiqi səslənirdi. Konsertlə tamaşanın belə bir qarışığı var idi. Çox unikal bir quruluş var idi. Bu tamaşanın təşəbbüskarı bizim sevimli müğənnimiz Eyüp Yaqubov olub. Onun repertuarında məhz Müşfiqin, hətta Cəfər Cabbarlının, Hüseyn Cavidin sözlərinə yazılmış mahnılar qırmızı xətlə keçir. Siz təsəvvür edirsiniz ki, birdən-birə bax bu qayıdışa, yəni Müşfiqi qaytardırdı. İndi isə Hüseyn Cavid, boynumuza alaq. Hüseyn Cavidi musiqiyə getirmək çox çətindir. Vaxtilə bizim məşhur Kor Ərəbin mahnısı Fikrət Əmirovun belə məşhur Şeyx Sanan operasında musiqiyə gətirilmişdi. Bundan sonra onu gətirmək, Eyüp Yaqubov burada ikinci dəfə möcüzəni eləyir. Bəstəkar Gülsüm Eldarovanın bəstələdiyi o həm də bilirsən də Hüseyn Cavidin qohumlarındandır. Yəni nəslindəndir. Bəli, Hüseyn Cavidi ikinci dəfə musiqiyə gətirir. Digər parçalar da var Hüseyn Cavidlə əlaqədar olaraq. Yəni üst-üstə hardasa 3 musiqi nümunəsi Hüseyn Cavidə aid. Bu məncə doğrudan da möcüzədir. Xalq artisti Eyüp Yaqubovun ayın 26-sında apreldə onun 60 yaş tamam oldu və bu münasibətlə o nə bilim böyük banketlər, qonaqlıqlar, nə bilim bu şəkildə bu formatda qeyd etməkdənsə qərarı aldı ki, bir sənət adamı bunu ancaq səhnədə qeyd etməlidir öz yubileyini və bu tamaşa 2 gün getdi opera studiyasında və hər gün 2 seans olurdu. Yəni 4 tamaşa dalbadal Eyüp Yaqubov burada həm aktyorluq etdi, Hüseyn Cavidin rolunu ifa elədi. Özünə bilirsən ki, zahirən Hüseyn Cavidə oxşuyur. Eləcə də Hüseyn Cavidə bəstələnmiş mahnıları səsləndirdi. Eləcə də Hüseyn Cavidin sözlərinə qoşulmuş, bəstələnmiş mahnıları ifa etdi. Bu rekviyemə çevrilə bilərdi. Çünki hadisələr çox faciəlidir, ancaq gəl boynumuza alaq. Basardı dinləyicini, tamaşaçını. Bəli, müasir tamaşaçı tamam başqa şeylər istəyir. Rekviyem istəmirdi və mənə elə gəlir ki, ilk növbədə Vaqif Əsədovun, müğənni Vaqif Əsədovun orada çox görkəmli qatqısı var. Orada onun ifasında Nuru Paşaya həsr olunmuş. Bəli. Mən deyərdim, hətta el mahnıları, xalq mahnıları var. O qədər gözəl idi. Mən doğrudan bilirsiniz, təəssüf edirəm ki, bu sadəcə 2 gün sürdü bu tamaşa. Ona hamı gedib baxmalı idi. Nəinki Azərbaycanda. Mən düşünürəm ki, bu tamaşa mütləq şəkildə qastrol etməlidir, qastrol səfərinə yollanmalıdır. Naxçıvana getməlidir, Türkiyəyə getməlidir, Türkiyə, sonra türk dilli ölkələrə getməlidir. Burada Turan eşqindən söhbət gedir və Turanla əlaqədar növbəti yenə də Vaqif Əsədovun bir nəğməsi, mahnısı var. O özü də xorun müşayiəti ilə. Bəli, xorun ifaçıları orada aktyorluq elədilər. Mehriban Zəki orada həm Müşkinaz xanım rolunu oynadı, həm Turanı oynadı, həm Qızlar Məktəbində Cavidin öyrəncisi, yəni şagirdi o. Qızım, yavrum, adın nədir? Gülbahar. Peki sənin annen, baban var mı? Var efendim, var. Yəni o ifa yadındadır da sənin. Həmin o diyaloq. O diyaloqu canlandırdı. Sanki balaca bir şagird rolunu oynadı. Bu tamaşaya quruluş vermiş Əbdülqəni Əliyev. Ümumiyyətlə nə ilə seçilir onun dəstixətti? Ənənəvi teatr həllərindən imtina edib. Sanki müasir formada maraqlı məzmundan işləyir. İstisna olaraq çox maraqlı məzmunlarla işləyir və onları yeni müasir dövrün çağırışlarına cavab verəcək formalarda, yəni istər burada vizuallıq olsun, video installyasiyaları olsun, səs effektləri olsun, bütün bunlardan çox məharətlə istifadə edir və nəticədə tamaşaçı 2 saatlıq tamaşada darıxmır, bir anda darıxmır. Ssenarini tərtib etmiş bizim həmkarlarımız Afaq Basif qızı və Lalə Əliyevanın adını mütləq çəkməliyəm ki, onlar da təbii ki, bu quruluşu, bu tamaşanın ssenari planını onlar hazırlamışdı. Möhtəşəm, peşəkar bir kollektiv, müəllifə və hadisəyə səmimiyyəti ilə seçilən insanlar bir araya gələndə əlbəttə ki, son nəticə çox gözəl olur. Son nəticə deyəndə mən xatırladıram ki, Turan ideyası dünya
səhnəsi üçün, sənəti üçün yad deyil. Vaxtilə İtaliyada Puccini'nin Turandot, Şahzadə Turandot, yəni Turan qızı operası olub və mənə elə gəlir ki, növbəti dəfə Azərbaycan sənəti bax bu Turan ideyasına həmin İtaliya operasının Bakıda səhnələşdirilməyi ilə cavab verəcək. Bəli, yəni mədəniyyət layihələri və bu tamaşanın da xatırladım ki, adı yalnız mədəniyyət adlanırdı. Bu da Hüseyn Cavidin ölməz misralarından götürülüb. Turana qılıncdan daha kəskin, ulu qüvvət, yalnız mədəniyyət. Mən düşünürəm ki, Heydər Əliyev həyatda olsaydı, mütləq şəkildə o tamaşada iştirak eləyərdi və qeyd edim ki, onun nəvələri möhtərəm Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva iştirak etdilər tamaşada. Nə gözəl ki, bax belə mədəniyyət hadisələri onların da diqqətindən qaçmır. Bu tədbirin kütləviləşməyində sözsüz ki, həmin gəlişin ciddi iştirakı var, əhəmiyyəti var idi. Əslində hər şey bir melodiyanın doğulması ilə başladı. Hüseyn Cavidin nəslindən olan bəstəkar Gülsüm Eldarova qəlbində yaranan musiqi duyğusuna həyat vermək üçün xalq artisti Eyüp Yaqubova müraciət etdi. Eyüp Yaqubov bu ilhamı uşaqlıq dostu tanınmış rejissor Əbdülqəni Əliyevlə bölüşdü və hadisələrin axarı dəyişdi. Eyüp'ün həyat tərzi mənə tanışdı. Hüseyn Cavid əfəndimiz haqqında daima xəbərimiz olub, yəni oxumuşuq, görmüşük, bilmişik. Amma bilirəm ki, bir ruhən qohumluq çox vacib bir məsələdir. Çətin bir zaman olub və onun içindən mərd yaşayıb, mərd bitirmək. Çünki o sonda sözləri vardı. Yoldaşı ilə zindanda görüşəndə deyir, mərd olun. Qorxmayın, mərd olun. Mərdlik, namərdlik, kişilik, nakişilik hamısı bu illərdə bilinəcək. Senaristlər Afaq Vasif qızı və Lalə Əliyeva ilə birlikdə Əbdülqəni Əliyev yeni bir səhnə əsərinin ideyası üzərində çalışmağa başladılar. Bu yaradıcılıq prosesi təkcə bir layihədə deyil, həm də sənətkarların bir ruh halında birləşməsinə səbəb oldu. Uşaq ikən bizim evdə ədəbi məclislər keçirdilərdi. Atam dostları ilə yığışardılar. Hüseyn Cavid, Əli Ağa Vahid, Məhəmməd Hadi, Cəfər Cabbarlı, Mikail Müşfiq və bütün klassik şairlərimiz Şeyx Nizami, Seyyid İmadəddin Nəsimi, Məhəmməd Füzuli və s. Bütün bu söhbətlər bizim evimizdə həmişə bu ab-hava olurdu. Şükürlər olsun Allaha ki, bu yaşımda, bu çağımda elə oldu ki, Allah qismət elədi. Yəni bu yubileyimi, 60 yaşımı, bu yubileyimi Hüseyn Cavidlə bərabər onu xatırlayaraq keçirmək Allah nəsib elədi. Tamaşada iştirak edən aktyorlar Elşən Ələsgərov və xalq artisti Mehriban Zəki, həmçinin Cahangir adına xorun ifaçıları layihənin əsas simalarına çevrildilər. Tamaşanın yüksək coşqu ilə qarşılanması bir daha sübut etdi ki, sənət keçmişi yaşatmaqla yanaşı gələcəyə yönəlmiş mənəvi bir çağırış, ruhun oyanışına aparan əbədi yol göstəricisidir. Başka sevdiklerine nasıl olur, yok mu? Var. Kimdir onlar? Ana. Bir kızın ancak bir gidin. Baba.